Amma bizim dərs prosesimiz isə bunu yekunlaşdırır. Nəsə son sözün varsa yekunlaşdıraq. Evet, inşallah haradasa gün ayında ya da elə may ayında, gələn ay gələcəm bir dəfə canlı olaraq bu əsərləri bir dənə piyanistlə məşq edib tam oxuyuram. Mən burada məşq edəcəm piyanistlə. Amma sizin yanınızda gələk, nə qüsurlu varsa daha da gələcək. Pul da yaşadıq çıxdı getdi. Hər şey yəni pul. Ona görə mən hər kəsə deyirəm ki, hazırlaşmayın. Mənə lazım deyirsiniz 9-cu, yəni növbəti 8 dərsiniz, 10-cu, 11-ci dərsiniz. Qardaş, mən 8 dərsə hər şeyi sizə öyrətməyə çalışıram. Get otur özün düşün. Gör, nəyi bildim, nəyi bilmədim. Sualların yaranarsa ver. Qısa cavablar verəcəm, yadıma düşəcək. Yox, deyirsən ki, mən bir də prosesi təzədən keçmək istəyirəm. Bir dənə də keçib daha otursun mənə. Problem yoxdur. Pulunu ver, təzədən keçək. Amma mən məsləhət görmürəm. Biz dərsdə hər şeyi çalışırıq izah eləyək. Sən bir dəfə təkrar oxusan, bir dəfə təkrar baxsan, özünüzə danışsan, uzağa 2-3 dənə sualını çıxar da, bir slaydda. 2-3 dənə suala da soruşsan, mən sənə cavablayacağam o sözə. Çalış ki, özünü təkmilləşdirəsən öz ixtisasın üzrə. İfaçılığın da maşallah olsun, əjdaha kimi olsun, super olsun, əla. İfaçılıq da qəşəng, amma pedaqoji cəhətdən də uğurlar sənə. Artıq mən getməliyəm.